Salam, hörmətli abituriyentlər və hörmətli valideynlər. Deməli, dünən 9 martda olan imtahanda bir daha ortaya çıxdı ki, OTK dim deyil. Yəni, bunu nədən bilirik? Bütün valideynlər mənə sual verdi ki, müəllim, OTK-da uşaq 230 bal toplayır, 250 bal toplayır. Amma dünənləri olan 9 mart buraxılış birinci hissədə konkret şəkildə müəyyən olundu ki, OTK Dövlət İmtahan Mərkəzinin kitablarında üstündə reklamı olsa da bu dim deyil. Ey hörmətli abituriyentlər və ey hörmətli valideynlər, xahiş edirəm bu məsələyə diqqət edək. Əlbəttə ki, başqa, məsəl üçün mən işlədiyim nəşriyyatlar olaraq vaxtı Güvən nəşriyyatının imtahanına bu dünənki imtahan daha yaxındır. OTK-ya isə tamamilə uzaqdır. Biz bunu hardan bilirik? Uşaqların normal nəticəsinə əsasən buna qərar veririk. Çox sağ olun, təşəkkür edirəm.